İndi həmcins üzvlərdə ixtisarlara bax. Əslində siz bu mövzunu ixtisar, o incə keçdiyi əlavədə gətirib bərpa edirdiniz, iki tərəfə də baxırdınız. Nə çatışmırdısa bərpa edirdik, idini bərpa elədiniz, imişi, dırdirləri. İndi də eyni şeydir. İndi başqa şəkilçilər buraxılacaq və sonuncuya baxacaq. Sonuncuda nə varsa, qabaqdakılarda da yazacaq onu. Elədiyiniz bir işdir, ona görə tanış gələcəkdir. Gəl baxaq. Həmcins üzvlərdə ixtisarlar. İxtisarlar. Baxaq. Məsəl üçün uşaqlar. Kitab, dəftər, qələmi götür. Kitabı, dəftəri olur. Ay, sağ ol. Baxaq, götür. Nəyi? Qələmi. Nəyi? Dəftəri. Nəyi? Kitabı. Burada nəsə çatmır, burada nəsə çatmır, burada nəsə var. Sonuncu həmcins üzvdə nə qədər şəkilçi varsa, qabaqdakılarda da olmalıdır. Axı, bunlar eyni suala cavab verirlər, həmcinsdirlər. Bərabərdirlər bir-birlərinə. Şəkilçi də bərabər olmalıdır. Burada i varsa, burada da olmalıdır. Burada i varsa, burada da olmalıdır. Olur, kitabı, dəftəri, qələmi götür. Və yaxud da deyirəm ki, o çalışqan və hazır cavabdır. Hazır cavabdır. Burada nəyin həmcinsliyini görürük? Necədir? Hazır cavabdır. Necədir? Çalışqandır. Burada nəsə çatmır. Onu hara baxıb bərpa eləyirik? Axırıncı həmcinsə. Burada nə var? Dırdır. Burada nə olmalıdır? Burada da olmalıdır. Bunu dedik ki, əlavədə əslində siz bərpa eləyibsiniz. Ona görə də bu dərsdə bir çətinlik yoxdur. O çalışqandır və hazır cavabdır olmalıdır. Dilimizdə tələffüz zamanı ağırlıq yaratdığına görə bu şəkilçi ixtisara düşür. Burada da buradakılar ixtisara düşür. Necə bərpa eləyirsən? Sonuncuya baxaraq bərpa eləyirsən. Sonra, məsəl üçün, deyir ki, iclasda müəllim, şagird, valideynlərimizi çağırdılar. Yox, iclasa olur da onda. İclasa müəllim, şagird, valideynlərimizi çağırdılar. İndi buna bax. Çağırdılar. Kimi? Valideynlərimizi. Burada nə qədər şəkilçi varsa, eyni suala cavab verən bütün sözlərdə də o qədər şəkilçi olmalıdır. Burada çatışmır, burada çatışmır. Get bərpa eləyək. Nə var birinci? Lər. Qoy bura lər. Burada qoy lər. Düzdür? Sonra nə gəlir? İmiz, mənsubiyyət. Müəllimlər, imiz. Şagirdlər, imiz. Sonra bir dənə də qaldı. İ, bu idi. Müəllimlərimizi, şagirdlərimizi, valideynlərimizi çağırdılar. Deməli, həmcins üzvlərdə bəzən hal, cəm, mənsubiyyət, yəni ismi şəkilçiləri, hal, cəm, mənsubiyyət və şəxs, bəli, xəbərlik və yaxud da şəxs. Şəkilçiləri ixtisara düşə bilər. İxtisara düşən zaman nə edirik? Axırıncı sözə baxırsan, onunla eyni suala cavab verən sözləri müəyyənləşdirirsən. Axırıncıda nə qədər şəkilçi varsa, çünki axırıncıdakılar ixtisara düşə bilməzlər. Axırıncıda nə qədər şəkilçi varsa, yığıb verirsən qabaqdakılara. Sonra get, birini də baxaq. Deyir ki, güclülər belə egoist, amansız, mərhəmətsiz, egoist, amansız, mərhəmətsiz olmamalıdırlar. Olmamalıdırlar. Burada şəkilçi deyil ixtisara düşən. Başqa şeydir, sözdür. Güclülər belə egoist, amansız, mərhəmətsiz nəsə çatmır. Mərhəmətsiz olmamalıdırlar. Burada nə çatmır? Ümumi bunams. Düzdürmü? Egoist olmamalıdırlar. Amansız olmamalıdırlar. Mərhəmətsiz olmamalıdırlar. Bəzən söz də ixtisara düşə bilir. Nəyə baxsan, bax, mərhəmətsiz olmaq, ikisi birlikdə mürəkkəb feildir də, düzdür? Mərhəmətsiz olmaq, mərhəmət etmək, olmaq etməklə yaranan mürəkkəb feillərdir.
Mərhəmətsiz olmaq. Bax, mərhəmətsiz olmaq deyəndə bu olmaq burada var. Amma egoist sözündə çatışmır. Apart bərpa edirsən. Burada artıq şəkilçi deyil, sözdür. Bu da ola bilər. Güclülər belə egoist olmamalıdır, amansız olmamalıdır, mərhəmətsiz olmamalıdır. Sonda nə saç, məsəl üçün, mərhəmətsiz sözündə cəm, hal, mənsubiyyət, şəxs şəkilçisi yoxdur. Onda nə olur? Gətirib sözü bütöv şəkildə bərpa eləyirsən. Birində yazaq. Biz sənin bacarığına, ağlına, fərasətinə, qabiliyyətinə görə fəxr edirik. Görək nə ixtisara düşür? Fəxr edirik. Kim? Biz. İndi axırıncıya baxmaq lazımdır. Qabiliyyətinə, burada bir dənə şəkilçimiz var, burada da bir dənə görəmiz var. Baxırsan ki, burada şəkilçini verib. Bax, A, 2 variant şəkilçisi də A-ə. Şəkilçi var, amma bu yoxdur. Get bərpa elə. Biz sənin bacarığına görə, ağlına görə, fərasətinə görə və qabiliyyətinə görə fəxr edirik. Desə ki, nə ixtisara düşür? Deyirsən görə. Görə sözü burada ixtisardadır. Niyə? Çünki onu bərpa eləmək mümkündür. Aydındır, harada bərpa edirsən? Özündən eyni suala cavab verən digər həmçinin üsullardır. Qutar getdi, bu da oldu ixtisar.